Salam əziz izləyicilər. Tarix yeni test toplusundan əlavə olunmuş bir maraqlı sualın cavabına baxaq. Xəritdə ulduzla işarə edilmiş şəhərdən fərqli olaraq Bərdə şəhəri, Gəncə şəhəri və Şamaxı şəhəri. Deməli, bu şəhər Dəbil şəhəridir. Dəbil şəhərin Bərdə şəhərindən fərqi. Atabəy Eldənizin ilk iqamətgahı, bəli, birinci Bərdə olmuşdu iqamətgahı. A düzdür. Slavenlər tərəfindən dağıdılmışdır. Bəli, Bərdə dağıdılıb, amma Dəbil dağıdılmayıb. Dəbil çox uzaqdadır. Slavenlər Xəzər sahilindən gəlirdilər. Şəddadilər dövlətinin tərkibində olmuşdur. Bu hər ikisinə aid xüsusiyyət. Çünki Dəbil ilə olan ata-baba yurdu idi. Fəzli və Məhəmməd də birləşdirmişdi. Gəncə şəhəri Şəddadilər dövlətinin paytaxtı olmuşdur. Bəli, Gəncə olub, amma Dəbil olmayıb. Ağsunqurlardan alınan Atabəylərin əlindəki bu Təbriz şəhəridir, ümumiyyətlə aid deyil. Gürcü qoşunları tərəfindən işğal edildi. Bu Dəbilə də aid xüsusiyyətdir. Gəncə belə Gəncənin işğalı tam da yoxdur, ona görə də götürmürük. Sonra Şamaxı şəhəri Azərbaycandakı Ərəb əmirinin mərkəzi olmayıb, Dəbil olub, Bərdə Dəbil. Gürcü qoşunları üzərində qələbədən sonra azad edildi. Bu Şəmsəddin Eldənizin Dəbili azad etməsidir. Gürcü qoşunları üzərində qələbədən sonra, yəni Şamaxıda elə bir şey yoxdur. 10-cu əsrin əvvəllərində paytaxt şəhəri olmuşdur. Bəli, 918-də Əbu Tahir köçürmüş Şamaxıya, amma Dəbildə belə bir paytaxt olma yoxdur. Deməli, 1-ə A, B, 2-ə A, 3-ə C A variantı. Belə izahların davamını istəyirsə, videoya like atmağınız kifayətdir. Sağ olun.